Bəzən bir-iki cümləlik ərizə sizi kredit borcunu ödəməkdən xilas edə bilərsiniz. Necə? Qanuna görə bankların və digər kredit təşkilatlarının verdiyi kreditləri tələb etmək hüququ 1 ildir. Məsələn, siz müqavilə ilə kredit götürübsünüz, həmin müqavilədə göstərilmişdir ki, kredit 6 ay müddətində geri qaytarılacaqdır. 6 ay müddət bitir, siz kredit borcunu hələ də ödəməmisiniz. Qanunvericilik nəzərdə tutmuşdur ki, 6 ay bitdikdən sonra bank və ya kredit təşkilatı yalnız 1 il ərzində krediti tələb edə bilər. Məsələn, bank sizi verib məhkəməyə və məhkəmədə iddiaya baxılır. Siz əgər məhkəmədə 1 illik iddia müddətinin keçirilməsi barədə ərizə verərsinizsə, bu zaman məhkəmə əksər hallarda bankın iddia tələblərini rədd edəcəkdir.